İranın İsrailə raket atması nəticəsində iki azərbaycanlı Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. Bu barədə Times of Israel məlumat yayıb. Bildirilib ki, onlar Tel-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər. Qeyd edilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar. Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib. Bu barədə şagirdin təhsil aldığı Xudad şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi və Antalyada müalicə aldığı xəstəxanada həyatını itirdiyi bildirilir.